Və biz davam edirik. Bir tərəfdə sənətçilər, bir tərəfdə idmançılar. Bugün NTV Səhər çox maraqlıdır və Naxçıvanlı birincilər hal-hazırda studiyamızın qonaqlarıdır. Bu da kubokları. Təsvir şəkildə. Təbrik edirik sizi. Buyur təqdimat et Aysun. Bu nailiyyət əslində böyük bir zəhmətin bəhrəsidir. Eyni zamanda bölgədə idmanın nə qədər inkişaf etdiyini göstərir. Vaxt itirmədən mən qonaqlarımızı təqdim edim ki, söhbətimizə başlayaq. Möminə xatun və Naxçıvan komandasının baş məşqçisi Səməd Əkbəri bugün NTV Səhərin qonağıdır və onunla bərabər əlbəttə ki, qalib voleybolçular Fatimə Mirzəyeva, Əhməd Məmmədli və Şəragim Əkbəri. Xoş gəlmişsiniz, sabahınız xeyir, necəsiz? Çox sağ olun, çox sağ olun. Qalib kimidilər, qalibdilər. Çox sağ olun, sabahınız xeyir olsun. Mən Səməd Əkbərin Naxçıvan voleybolunun baş məşqçisi. Hər kəsə salam deyirəm buradan. İnşallah ki, bu günü enerji ilə başlasınlar. Təşəkkür edirik Səməd bəy. Əvvəla təbrik edirik sizi və uğurlarınızın davamını arzu edirik. Necə oldu bu qalibiyyət, necə gəldi, məşqlər necə keçdi, qalib olduğunuzu öyrəndiyiniz an, hansı hissləri keçirdiniz, bizlə paylaşasınız? Bəli, valla biz bu nailiyyəti ələ gətirməyə çox zəhmətlər çəkdik. Yəni, səhər-axşam məşqləri başladıq. 14 yaşlı qızlarda və 16 yaşlı qız və 18 və eynisi 14 oğlanlarda və 18 oğlanlarda. 2-yə yaxın biz məşq elədik səhər-axşam. Ondan qabaq da məşqlərimiz axşamlar davamı olurdu. Bu yarışlara, bu çempionata görə biz danışdıq ki, səhər-axşam məşqlərimiz olsun. Oyunlar çox çətin, komandalar çox güclüydülər. Allah çox şükür ki, uşaqların zəhmətləri ilə və Naxçıvan filialın zəhmət çəkənləri ilə bu nailiyyətləri biz ələ gətirdik. Əla. Belə Fatimə ilə davam edək mi? Davam edək. Qeyd edək ki, Möminə xatun komandası 3-cü, Naxçıvan komandası isə, yəni oğlanlardan ibarət Naxçıvan komandası isə birinciliyə nail olub. Fatimə, səni də salamlayırıq, bir daha xoş gəlmişsən, təbrik edirik səni də. Sizə salamlayıram. Mən Mirzəyeva Fatimə. Biz bu yarışda 3-cü yerə çıxdıq. Bizim əslində hədəfimiz çempionluq idi və az qalmışdı. Təəssüflər olsun ki, əslində biz birinci setdə götürmüşdük. İkinci setdə biraz komanda arasında gərginlik və anlaşmazlıq olduğu üçün O an çətin məsələdir. İstər-istəməz konsentrasiya qarşısına. Zala alışmaq məsələsi var idi. Amma yenə də biz əlboş qayıtmadıq və 3-cü yerə çıxdıq. Baş məşqçimizə də təşəkkür edirəm ki, əziyyəti bizim üstümüzdə çox oldu və buradan bizi dəstəkləyən, bizim arxamızda duran valideynlər və bizi zalda tək buraxmayan hər kəsə təşəkkürümü bildirirəm. Biz təşəkkür edirik. Nəzər alaq ki, bu ilk deyildi. Bundan öncə də sizin qalibiyyətləriniz olub. Yəni, bugünkü yarış əgər 3-cü yer kimi dəyərləndirsək, bu da əslində böyük bir uğurdur və nəzər alaq ki, bundan sonra da yarışların olması gözlənilir. Ən yaxşı 3 komandadır ki, ilk üçlükdə yerini alıb. Bunun özü də böyük bir nailiyyətdir. Digər gəncimizlə davam edək və bu arada, əziz izləyicilər, qonaqlar studiyada daxil olanda mən bir kompleksə daxil oldum. Niyə? Bir kompleksim, hamısı uca boy, hündür-hündür. Deməli, idmanla məşğul olmaq həqiqətən də fiziki sağlamlığın qorunmasına da öz təsirini göstərmiş olur. Necəsən? Səni də təbrik edirik. Birinci olmuşsan. Çox sağ olun. Salamam Məmmədli Əhməd Naxçıvan 14-ün üzvüyəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir. Çox sağ olun. Bizim məqsədimiz o idi ki, ora getməkdə birinci olaq və biz məqsədimizi yerinə yetirdik. Yarışlar çox mübarizəli keçdi, amma biz ürəyimizlə oynayaraq qalibiyyəti biz qazandıq. Qalibiyyəti qazandınız. Ümumiyyətlə, bu voleybola maraq səndə necə yaranır? Kim təşviq edir sən ki, gedəsən voleybolçu olasan? İlk öncə atam belə həvəs yaratdı səndə. Həvəs yaratdı. Sonradan isə mənim məşqçim Səməd müəllimin yanına gəldim. Beləliklə, voleybola maraq yarandı və ilərləyişlərdə oldu məndə. Voleybol maçları izləyirdinmi heç? Məhz TV-də, YouTube-da, orada görürsən də necə qızğın bir mübarizə gedir və qalib olmaq üçün hamısı da uca boy, orada fikir verirsən. Sən də artıq onları ötmüsən. Maraq yarandı, artıq gəldin, tanış oldun və bugün qalibsən. Hansı hissləri keçirdin? Komanda ilə oynamaq, orada bilirsən, hər oyuncu ulduz kimi parlamaq istəyir müəyyən mənada. Deyir ki, o say almaq, düzdürmü? Onu bacarmaq. Amma komanda ruhunda da çalışmaq lazımdır axı. Bunu necə qoruyursan? Necə də yoldaşlarla münasibət? Biz komandada belə deyək də, fərqli idmanların hərəsinin öz bir mövqeyi var. Məsələn, güləşdi. Bunlarda hər özünə cavabdehdi. Amma biz komanda, voleybol isə bir komanda oyunudur. Komandaca hamımız bir ürək olaraq, oynayaraq qalibiyyəti qazanırdıq. Belə hamımız eyni hisslər keçirdik. Belə çox yaxşı çempion olaraq çempion hisslər keçirdik. Əhməd, mənə maraqlıdır. Bax, voleybola müraciət etdikdən sonra bu idman növünə
Bundan öncə də qeyd etdiyim kimi yarışlarda iştirak etmişsiniz, uğurlarınız olub deyilmi? Aha, indi bu ilkdir, ilk yarışda sizin iştirak etdiyiniz. Yox, ilk deyil, biz keçən il yarışı. Bax, elə onu vurğulamaq istəyirəm. Ümumiyyətlə, voleybol sənin həyatında nələri dəyişdi, düşüncəndə nələri dəyişdi? Bu idman sayəsində müraciət eləməyin. Mənim həyatımda bir ulduz kimi parladı. Məsələn, mənim önümü açdı. Məsələn, mənə bir daha məqsədli oldun, daha israrlı oldun bu sahədə. İdmançılar bəzən danışmaq sevmirlər, amma buna da şükür verir. Onlar öz güclərini əslində öz sahələrində göstərirlər. Öz səhnələrində göstərirlər. Əsas budur. Və bizim hamısından balaca idmançımız hal-hazırda studiyanın qonağıdır. Sabahın xeyir, xoş gəlmişsən. Sağ olun sizin də. Adın nədir? Şəragim və Səməd bəyin oğludur. Bəli. Biz sənə sual verməyəcək ki, bu sahəyə, bu idman növünə olan maraq hardan yarandı? Bu bəlli bir məsələdir. Canlı nümunə sənin yanında əyləşib. Şəragim, sənin də öz təəssüratlarını eşidək, fikirlərini eşidək. Biz orada çox zəhmət çəkdik. Bunun neçə gün Naxçıvanda 40 gün ən azı səhər axşam məşq elədik. Məşqlər, ay sağ ol. Və bizim hədəfimiz çempion idi. Çempion olmaq idi. Çempion olmaq idi. Və bacardınız. Bacardıq. Dərslərinə necə gedir idman? Dərslər yaxşıdır. Yox, deyəsən deyil. Yaxşıdır. Atası necədir Müəllimlər dərslər? inciməsin deyə deyir, yaxşıdır. Yox, dərsləri də yaxşıdır. Bərabər paralel həm dərsi oxuyur, həm idmana gəlir. Şəragim, siz soruşduyunuz sualların bəzilərini mən cavab verim. Şəragim, yəni balaca uşaq idi, ola bilər. Onda mən oynayırdım, hardasa bir 15 il yox, hardasa bir 10 il, 9 il bundan öncə Şəragim məndən hər zaman zala gəlirdi. Şəragim 11 yaşındadır. Yəni balaca uşaq idi. Mən oyun oynayan zaman Şəragim zalın içərisində hər zaman oyuna gedirdi. Ya məsələn, onda hələ yol yerimirdi. Biz iməhləmə deyirik. İməhli idi yerdə bir yol. O zamandan ya mən bu zala aparırdım və hər zaman voleybola görürdü. Ondan sonra voleybola çox maraq yarandı. Atası olaraq. Bəli, özü istədi. İnanarsınız ki, mən bəzən Şəragimə əslində voleybolun tişnişlərini öyrətməmişəm. O qədər ki, uşaqlıqdan görübdü. Yəni, onları, bəzilərini özü çox rahat öyrəşibdir. Ümumiyyətlə, atası olaraq güzəşt edirsiniz ona. Biraz məşqlərdə çox yorğun olanda. Əslən, yəni heç güzəşt yoxdur. Özü də gərgin keçdi məşq prosesi. Buradakı uşaqlar da deyə bilərlər ki, mən heç vədə öz uşağımdan o pisi uşaqlara fərq qoymamışam. Yəni, ola bilər ki, biz ata kiminik. Bəzən görürəm ki, yıxılır yerə, amma mən bilirəm ki, yıxılmaq uşağı incidir. Amma deyirəm ki, fərqi yoxdur mənə. Görmüşəm ki, yıxılıbdır, məsələn, dirsəyə yaralanıbdır. Öz ürəyimdən narahat oluram, amma deyirəm ki, istəyir hədəfə gedə, gəlib bu ağrıları çəkə, bu çətinlikləri çəkə. Bu yarışlarda da ola bilər və siz müdafiə edə bilməzsiniz, düzdürmü? Ona görə də lazımdır. Bunu da buradan deyim biləcək ki, bir qeyd düşsün, time olsun bu geyin arasında. Biz finaldan bir oyun qabaq uşaqlar biraz rahat olmuşdular. Amma mən o rahatçılığı istəmirdim ki, belə rahat olarlar. Final oyunu biləmizə çox... Qızlar, oğlanlar? Oğlanlar, xeyr. Bu 14 yaşında oğlanlar. Axşam mən bunlar həm səhəri yarış elədilər. Gün ortadan sonra mən bunları məşqə də apardım ki, zallar fərqli olaraq ki, gözləri alışa. Bunlar gördüm ki, çox məsələn boş buraxıblar. Deyirlər ki, biz çempion olacaq. Bildiyiniz kimi, hər kəs bunu boş buraxsa, çox çətin olar biləsinə. Mən bununla məşqimizdə dava elədim. Biləsinə bir iki dənə söz dedim, amma ki buna dedim, o pisi uşaqlar başladılar məşq eləməyi. Bunu da əlavə eləyim. Bizim Fatimə ilə Əhməd, Fatimə təzə Avropadan, çempionatdan gəlib, Avropa çempionatından. Və Əhməd də keçən sənə İspaniyadaydı. Fatimə bu sənə İspaniyadaydı, Əhməd də keçən sənə. Yəni bizim uşaqlarımızdan vardılar ki, bu cür Azərbaycan Milli Komandası. Bəli, indi neçə dənə də bu çempionata ki, iştirak elədik, uşaqlarımızdan seçiliblər Azərbaycan Milli Komandasına. Bu onu göstərir ki, Naxçıvanda voleybol çox canlıdır, çox zəhmət çəkilir içində ki, baxırsan ki, maraq da artır. Bəli, çox maraq artır. Həm məktəblilər tərəfindən, həm valideynlərin özləri də təşəbbüs göstərir. Biz böyükləri də görürük ki, öz asudə vaxtlarında gedirlər, məşğul olurlar, idmanla məşğul olmaqları professional çox yaxşıdır. şəkildə artıq maraq artır. Bəli. Ümumiyyətlə, qızların marağına da toxunaq. Elə bunu qızımızdan da eşidək. Necədir? Mikrofonu götür, zəhmət olmasa ötür. Necə oldu maraq yarandı səndə? Qızların bu cür gəlib birinci olmaları, üçüncü yer tutmaları böyük bir uğurdur, düzdürmü? Biz oğlanları bilirik. İspaniyaya qədər gedib çıxmısan. Bunu bayaq niyə demirsən bizə? Mənim üçün əslində ilk vaxtlar çox həyecanlı idim.
Sonradan gedəndən sonra tək İspaniya yox, Gürcüstanda da yarışlarımız olub, Yevza yarışlarında orada da iştirak eləmişəm və İspaniya son bu həftədə orada da iştirak eləmişəm. Təəssüf ki, biz orada yer tutmasaq belə, bu bizim üçün böyük bir təcrübə oldu. O mühitdə olmağın özü də bir təcrübə oldu. Yeni şəhər gördük, yeni komandalar, fərqli ölkələrdən gələn oyunçular. Mən əsas təcrübə qazanırsan. Təcrübə qazandıq. Maraqlıydı. Fərqli mədəniyyətlər, fərqli insanlar, düzdürmü? Bundan sonra yolunu necə çizməyi düşünürsən Fatimə? Bu sahədə davam edəcəksən, yoxsa istiqaməti dəyişəcəksən? Yox, yəni bu yola mən başlamışamsa axıra qədər getməyi düşünürəm, bəli. Bəs universitet dərs varmı elə şeylər? Dərslə voleybolu eyni səviyyədə, eyni tutmağa çalışıram, amma bu biraz mənim üçün çətindir. Burada qalibsən, bəs orada, məktəbdə? Çox yox, amma o da normal səviyyədə, yəni davam etdirməyə çalışıram. Amma dediyim kimi, yenə də mən bu yolda getmək istəyirəm. Uğurlar arzulayırıq. Hədəflərim də çoxdur, inşallah. Birini bizlə paylaşasan. Doğru yoldasan. Hansıdır o hədəflər nələrdir? Nə? Hədəflər nələrdir, birini bizlə paylaşasan? Çətin sual oldu deyəsən. Eyb yox, bu hələ ki sirr olaraq qalsın. Hələ önündə illər var, hələ qatılacağı yarışlar var, deyilmi? Sənə uğurlar arzuluyuruq, doğru yoldasan. Bax, belə də davam et. Səməd bəy, baxın, biz uğurlardan danışdıq, yarışdan danışdıq. Burada əsas, yəni uğurun sirri nədir? Taktika mı, yoxsa məşq prosesi mi, yoxsa komanda birliyi mi? Birinci, bu uşaqlar gələrlər, tişnişləri öyrənərlər, voleybolun tişnişlərini öyrənməlidirlər. Sonra taş dişləri biz bilələrində deyirik. Bildiyiniz kimi voleybol bir ekipdir, bir komandadır. Yəni bir nəfərdən olmur. Hamısı bir-birinə zəncir kimi bağlıdırlar. Bundan öncə deyərdilər ki, voleybolda bir komanda uğur qazansa gəlib 2 oyuncu ola, amma indi özür də gəlib hər 14 oyuncu sənə kömək eləyək ki, bir dənə oyunu udasan. Bu uşaqlar çox zəhmət çəkdilər. Yəni səhər, axşam bizlərdən məşq elədilər. Allaha çox şükür, mən bunu əlavə eləyim. Biz qızlarda Fatimə dediyi kimi bir komanda ilə ikinci oyun oynadıq ki, Azərbaycan milli takımının 2 dənə böyük oyuncusu orada oynaydı. Əlavə yerlərdən gəlmişlər, o komandada oynayır. Biz o komandanı rahat uda bilərdik, amma bizdə biraz uşaqlarımızda təcrübə çatdırmadı. Yəni, bəzi uşaqlarımız vardı ki, ilk dəfələri idilər, Bakıya gəlmişdilər və o yarışları yaxından hiss edirdilər. Məncə, iddiamız əgər təcrübəmiz çoxdar olsaydı, bizim qızlarda komandamızın medalı daha da rəngi fərqli olacaqdı. Təcrübə də zaten bu yolla qazanılır, Səməd bəy. Bax, bu bir növ təcrübə oldu. Növbəti yarışlarda əminik ki, inşallah ki, ilk sıraları qazanacaqsınız. Qızlarda zaten oğlanlardan ibarət Naxçıvan komandası birinciliyə nail olub. Naxçıvan komandası bunu deyim, oğlanlarda, qızlarda deyirik, oğlanlarda da deyim biləyizə. 14 yaşda bizim oğlanlarımız bildir 3-cü oldular, amma keçən il biraz sıxıntılarımız var idi, ona görə 3-cü oldular. Yəni, məşq eləmədən biz oraya getdik, 3-cü olduq. Bilirəm, hamısı bir-birinə söz vermişdilər ki, bu sənə çempion olacaqlar və bunu deyim biləyizə, maşallah bunlara ki, set verməmiş çempion oldular. Bir də Səməd bəy, bilmirəm, razılaşarsınız yoxsa yox, komanda oyunları həmişə fərdi oyunlardan fərqlənir, idman növlərindən söhbət gedir. Məsələn, güləş və ya digərlərində tək bir insan üzərində olur məsuliyyət və o dərk eləyir ki, məsuliyyət onun üzərindədir və daha yaxşısını eləməlidir, göstərməlidir. Komanda işində isə bəzən arxayınlıq olur axı, bax, siz az əvvəl qeyd elədiniz ki, bizim uşaqlarda bir arxayınlıq vardır ki, biz onsuz da çempion olacaq. Əsas məsələ ilə komanda daxilində fərdin öz məsuliyyətini hiss eləməsidir, deyilmi? Bəli. Ölçüdür ki, bu uşaqlar, bəzən görürsən, psixolog cəhətindən böyük oyuncu olanda görürsən ki, bir dənə xal verəndə özün toparlaya bilir, amma bunlarda görürsən, məsələn, 6 nəfər içəridə oynayıb, biri psixologu deyəndə bir-birinə, birdən görürsən komandanın bir setində və bəzən bir set ola bilər ki, sən oyunu verə biləsən. Bunlar amma söz vermişlər ki, çempion olacaqlar və sözlərinə də bunlar vəfa elədilər. İnşallah gələn sənə bizim qızlarımız da, əlbəttə bütün deyim, bizim 14 qızlarımızdan da var idi ki, onlar da 3-cü yerə əl tapıblar. Həm oğlanlarda, həm 18, yəni biz 3 dənə medal almışıq. Bəli, 3 medal. Bəli. 3 dənə medal almışıq. Yeri var ki, o 14 qızlarımızdan da çox təşəkkür edirəm. Bu nailiyyətləri birinci olan ailələrinə mən təbrik deyirəm. Sonra bunun arxasında dayanan o adamlar ki, zəhmət çəkiblər. Naxçıvan filialının rəhbəri Vüqar müəllim və bizim
baş katibimiz Rahil Tahirli də çox zəhmət çəkdilər. Bu şeydə ki, uşaqlar bu yola gedərlər və bu nailiyyətdə ələ gətirərlər. Hamı bizi görür, amma həsin bunun arxasında çox zəhmətlər çəkilir. Görünməyən qəhrəmanlardır. Biz də təşəkkürə qoşuluruq. Bu uşaqların valideynləridir, ya bizim zalda çox insanlar bizə zəhmət çəkdilər ki, biz rahat gələk, məşq eləyək və bu nailiyyətlərə çataq. Ümumiyyətlə, dəstək olan, əməyə keçən bütün qurumlara, şəxslərə, məşqçilərə, hər kəsə təşəkkür edirik. Bir daha nə gözəl ki, bu uğuru bizlərə, Naxçıvanlara yaşatmışsınız və sizi təbrik edirik. Şəraqim, sıxılmadın, çox ciddi durmusan. Bəlkə sonda son fikirlərinizi alaq, öz yaşıtlarınıza tövsiyələrinizi də verə bilirsiniz. Mikrofonu zəhmət olmasa Fatimə götürəlim. Elə Şəraqimdən başlayaq bəlkə, o danışmadı. Olsun. Nə demək istərdin öz yaşıtlarına, voleybola həvəsi olanlara? Bunu demək istəyirdim ki, idman yaxşı şeydir, hamı gəlsin. Bəli. Çox sağ ol. Aha. Əhməd, buyur. Mən demək istəyirəm ki, idman növü çox Olsun, buyur Əhməd. şeydir, qarışdı. Narahat olma, Mən problemi demək yoxdur. istəyirəm ki, öz yaşlarıma idman yaxşı bir sahədir. Hər kəs gəlib, məsələn, özünün bir yol aça bilər, öz məqsədini qabağına qoyub irəliyə bilər. Yəni, bizim kimi, məsələn, biz məqsədlə irəliləyirik və məqsədə də riayət edirik də. Məqsədinizə nail olursunuz, çatırsınız. Nail oluruq. Qeyd edək ki, Əhməd ilk dəfədir canlı efirimizdə olur, studiyamızda olur. Biz səni tez-tez dəvət edəcəyik, artıq alışacaqsan. Biz səni sustura bilməyəcəyik sonraki proqramlarda, sən buna belə əminəm. davamlı şəkildə yer tutsan, mütləq ki, qonağımız olacaqsan. Uğurlar, Son olaraq Fatimədən də fikirləri Fatimə, öyrənək. buyur səndən. Mən öz fikrim odur ki, yəni idman həqiqətən çox yaxşı bir sahədir. Təhsil də önəmlidir, amma hər insanın həyatında məncə idman da olmalıdır. Çünki həm bədən sağlamlığı üçün, həm də çox yaxşı bir şeydir. Yeni insanlar tanıyırsan, yeni şeylər görürsən. Yəni tövsiyəm odur ki, ən çox da qızlara, çünki bəzən elə olur, valideynlər qızların ötürmüşünəm, qız uşağısan falan. Amma idman çox yaxşı bir sahədir. İnşallah ki, Təşəkkür edirik. Valideynlər də icazə. Təşəkkür edirik, minnətdarıq. Təşəkkür edirik Uğurlar sizə, arzulayırıq məşqinizə Səməd və bəy. ümumiyyətlə mənəvi sağlamlıq üçün təhsil, fiziki sağlamlıq üçün isə idman hər zaman olmalıdır həyatımızda deyə düşünürük. Bu arada Həbib bəy davam edir sənət nümunəsini hazırlamağa. Hazırdırmı artıq? Demək olar ki, hə. Gəlim o zaman mən sizə Hazırdırsan, doğru. Həsən.